Fazil Mustafa maraqlı bir açıqlama verib. Qəbirlərlə bağlı, başdaşlarla bağlı maraqlı bir açıqlama verib. Məzar daşının 180.000 manat olması dərəbəylikdir. Bakı şəhərində məzar daşlarının qiymətləri ilə bağlı araşdırma aparılıb. Məlum olub ki, paytaxtda məzar daşlarının qiymətləri geniş diapazonda dəyişir. Qiymətlər minimum 1300 manatdan başlayır. Bəzi hallarda isə məzar daşlarının dəyəri 180.000 manata qədər yüksəlir. Qiymət fərqi əsasən istifadə olunan materialdan asılıdır. Dizayn, ölçü və əl işlərinin olması qiymətə ciddi təsir göstərir. Mərmər, qranit və xüsusi sifarişlə hazırlanan məzar daşları daha baha olur. Əlavə bəzək elementləri də xərc artırır. Bu qiymətlər digər yas mərasimi xərcləri ilə birlikdə ailələr üçün ciddi maliyyə yükü yaradır. Bu barədə Milli Məclisin deputatı Fazil Mustafa Demokrat Azad açıqlamasında bildirib ki, bu sahədə dərəbəylik mövcuddur. Təbii ki, istifadə olunan materialların alınması və digər xərclər var və bunlar müəyyən qədər qiymətə təsir göstərə bilər. Amma istənilən halda məzar daşları məsələsində insanların sadəliyə üstünlük verməsi daha məqsədə uyğundur. Hər hansı formada həddindən artıq dəbdəbəli və təmtəraqlı məzar daşlarından uzaq durmaq lazımdır. Çünki bu əlavə xərcdir və nə mərhumə, nə də sağ qalanlara fayda verir. Buna görə də insanların daha rahat, sadə, başa düşülən və maliyyə baxımından daha münasib variantlara üstünlük verməsi doğru yanaşmadır. Təbii ki, satışla məşğul olan şəxslər təklif etdiyi məhsulların maya dəyərini nəzərə alırlar, lakin eyni zamanda onların da insaflı olması vacibdir. Vəfat etmiş insanların ailələrinə həddindən artıq maliyyə yükü salmaq, onları çətin vəziyyətə salmaq düzgün deyil, Fazil Mustafa bildirir. Söz sizindir, əziz dostlar, dəyərli tamaşaçılar. Siz necə baxırsınız? 180.000, 200.000, 50.000, 60.000 baş daşına pul xərcləmək nə dərəcədə həqiqətə uyğundur? Bəncə bir sadə yol seçmək lazımdır. Bu ənənə əslində səhv etmirəmsə deyəsən İslamda var. Yəni bir qəbir 7 dəfə qazılmalıdır. Və hardansa oxumuşam, mən bunu bilmirəm, əziz dostlar. Məsələn, qəbristanlıqlarla bağlı bilmirəm, hardansa oxumuşam, əziz dostlar, mənbə yadımda deyil, amma xatirimdə qalan budur ki, əgər deyir qəbristanlıq köçürülürsə, ora yerlə bir olursa, həmin ərazidə 40 ildən sonra yaşamaq tövsiyə olunur. Bunun da hər halda ya tibbi bir izahı olar. Və beləliklə, əziz dostlar, nəysə, bu nəinki başdaşlarla bağlı, əziz dostlar, mən sizə fakt deyim, ünvan deyim. Bu Başın bazarı tərəfdə ərazisində deyəsən sərin restoranıdır, yoxsa su səsi deyəsən. Onunla üzbəyiz bir qəbristanlıq var. Demək, qəbristanlığın içərisinə girib də o dükan. Yolun qırağında hər tərəfdə qəbristanlıq, 24 saat şərab evi var. 24 saat şərab evi. Baxın, əziz dostlar, daha nə deyəsən? Get aç, şərab evi yox, istəyirsən o evi aç, özün də orada otur, hər gün şərab iç, nə edirsən et, amma qəbristanlığın içində şərab evi. Artıq Azərbaycan, bilirsiniz, dinsizlər ölkəsinə çevrilib. Dinsizlər ölkəsinə çevrilib. İman yox, din yox. Elə ona görə kriminal hadisələr, rəhm yox, Allahı tanımaq yox, nə bilim. Nəysə, əziz dostlar. Belə, hörmətli izləyicilər, bəyənin, paylaşın, kanala abunə olmayanlar da abunə olsun. Dostlar, bəzi tamaşaçılar mənə zəy vurur, deyir ki, demək, rəy yazanda əngəlləmə olur, amma bizim rejissor tərəfindən o əngəllər yaradılmır. Son vaxtlar YouTube kanalında bilmirəm hansısa proseslər
Bir də görürsən ki, birdən 10, 20, 30 abunəçi yoxa çıxır, daha doğrusu silinir. Yəni YouTube özü silir. Bilmirəm nə ilə bağlı. Ya telefonları dəyişirsiniz, ona görə silinir, ya hər halda çox xahiş edirəm, əgər daimi abunə olmaq istəyirsə, verişlərə baxmaq istəyirsə, bir yoxlayın, görün ki, abunə problemi sizlikdir, yoxsa bizlik. Növbəti xəbərimiz Abbas Abbasovun evində axtarış aparılıb Ramiz Mehdiyev işi ilə bağlı. Mətbuat yazır ki, Abbas Abbasovun evində axtarış aparıldı. Mehdiyev işi alovlanır. Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsində istintaq olunan sabiq prezident aparatı rəhbəri Ramiz Mehdiyev işi üzrə cinayət məsuliyyətinə cəlb olunan və barəsində axtarış elan olunan Baş Nazirin sabiq birinci müavini Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb. Günün Səsi info xəbər verir ki, Abbas Abbasovun bağ evində və əsas yaşadığı mənzilində aparılan axtarışda onun ailə üzvləri də iştirak edib. Bildirilir ki, Abbas Abbasovun ötən illər ərzində Rusiya hökuməti və ayrı-ayrı qurumları tərəfindən aldığı mükafatlar, fəxri fərmanlar və sair sənədlər istintaq qrupu tərəfindən götürülüb. Qeyd edək ki, Abbas Abbasov 1992-ci ildən Baş Nazirin birinci müavini vəzifəsində çalışıb. Bu müddət ərzində bir neçə dövlət komissiyasının sədri olub. 2006-cı ildə tutduğu vəzifədən azad edildikdən sonra Rusiya Federasiyasında yaşamağa başlayıb. Beləliklə, əziz dostlar, Günün Səsi infonun verdiyi məlumata görə Abbas Abbasovun evində axtarış zamanı onun ailə üzvləri də iştirak edib və evindən nələr götürülüb, hansı sənədlər götürülüb, götürülübmü, götürülməyibmi və burada deyir ki, Abbas Abbasovun ötən illər ərzində Rusiya hökuməti və ayrı-ayrı qurumlar tərəfindən aldığı mükafatlar, fəxri fərmanlar və sair sənədlər istintaq qrupu tərəfindən götürülübdür. Bilirsiniz ki, Abbas Abbasov da axtarışa verilibdir. Mən buradan Abbas Abbasovla bağlı tamaşaçılara sual verirəm. Baş nazirin müavini olub da Abbas Abbasov. Xatirinizdə necə məmur kimi qalıb? Pis, yaxşı. Xahiş edirəm, yazın. Demək, tamaşaçılar yazır ki, Hacı Rəcəb Həsənov yazır ki, Ağır müəllim başdaşı o yanında qalsın, qəbrin yeri, qızıl qiyməti nədir? Axmaqlıqdan başqa bir şey deyil fikrimcə. Qadir Hüseynov yazır. Ərəstun Məmişov salamlar, hər vaxtınız xeyir olsun. Ordubad Qartalı salamlar. Daha sonra əziz dostlar, kimlər nə yazıb? Arzuman Şaliyev salam, Səngər TV salamlar, Ərəstun Məmişov salamlar, Tənqidçi salamlar, Hacı Rəcəb Həsənov salamlar, hər vaxtınız xeyir olsun. Davam edək əziz dostlar, növbəti bir xəbərlə bağlı. Biz danışmışdıq dostlar, Bakıda ailə dəhşətləri ilə bağlı qısaca bir məlumat verdi. İndi başqa mütəxəssislər bu barədə nəsə danışıb. Mütəxəssis deyəndə psixoloqlardır. Hörmətli tamaşaçılar, dəyərli izləyicilər, demək yeni bir
xəstəliklərlə bağlı mən danışacağam. Son vaxtlar bir xəstəlik yaranıb, əziz dostlar. Nə ilə bağlıdır? Bilirsiniz, temperatur, hərarət, uşaqların sayı, daha doğrusu xəstələrin içində uşaqların sayı daha çoxdur. 20-21 müddətinə sağalır və yeni bir xəstəliklərin gəlmə ehtimalı var. Bunu həkimlər deyir, mütəxəssislər deyir. Hardasa hansısa bir həkim çıxışında bildirdi ki, mən indiyə qədər belə bir xəstəlik görməmişəm. Necə görməmişəm, niyə görməmişəm? Hər halda hətta bəziləri koronavirus dönəmində olan hərarətlə müqayisə edirlər. Kimisinə boğazdan yapışır bu xəstəlik. Xəstəlik deyəndə virusdur, əziz dostlar. İndi bildiyimiz odur ki, dədə-babadan